Düşünürəm bu reseptdən sonra hər biriniz ən uğurlu, ən dadlı bulkalarınızı hazırlayacaqsınız. Xəmiri öncədən yoğurub mayalanmağa qoydum. Daha sonra 4-5 gündə yayırıram. Hər gündəni belə yayıb yağlayıram. İnanın bu vaxta qədər hazırladığım uğursuz bulkaların sayı hesabı yoxdur. Bu xəmirlə istədiyiniz formada, istədiyiniz növ bulkaları hazırlaya bilərsiniz. Tam ölçülü resepti videonun yorum bölməsindən qeyd etdim. Xəmiri tam da qeyd etdiyim ölçülərlə hazırlayın. Qəti olaraq ölçülərdən kənar çıxmayın. İçilik olaraq mən şokolad damlasından və qatılaşdırılmış süddən istifadə etdim. Bulkaların üzərinə yumurta sarısı ilə süd qarışımını sürürəm və daha yarım saat dinləndirirəm. Bu da xəmiri uğurlu alınanda mən bulkalar 160 dərəcədə 35-40 dəqiqə ərzində bişir. Sobalar fərqli olduğu üçün diqqət edin. Nəticədə belə yumuşaq, çox dadlı bulkalar alınır. Videonu bəyənib resepti yaddaşa atmağı unutmayın. Sağ olun, hələlik.